Salam əziz şagirdlər, bugünkü dərsimiz donor akseptor mexanizmində valentlik və oksijeşmə dərəcəsidir. Valentlik kimyəvi rabitə əmələ gətirmə qabiliyyətidir. Yəni bir atoma neçə atom bağlanırsa, neçə kimyəvi rabitə ilə bağlanırsa, bu elementin valentliyi olasıdır. Valentlik tək elektronların sayı ilə müəyyənləşdirirdik. Məsələn, karbonun valentliyinə baxaq. Karbon 4A yarım qrup elementidir, 2s2, 2p2-dir. Xarici təbəqəsində elektron sayı bir dəfə həyəcanlana bilir. Həyəcanlanan zaman S-dəki küt elektronlardan biri p orbitalına şikəsdir. Və biz görürük 4 orbitalda elektron var. 4 dənə tək elektron var. Buradan məlum olurdu ki, karbon 4 valentli olur. Biz həmçinin dedik ki, rabitənin əmələ gəlməsində tək elektronlar iştirak edəsidir. Biz donor akseptor mexanizmində gördük ki, uşaqlar. Bir donor atomunun güt elektronu, akseptor atomunda boş orbitalı rabitə əmələ gətirir. Bu əmələ gələn rabitə digər rabitələr kimi valentliyə daxil olasıdır. İndi birləşmələrdə baxaq bunlar necə daxil olmasına. Məsələn, amonyaka baxaq. Amonyakın ətrafında 3 dənə kimyəvi rabitə var və bizə məlum olur ki, azot 3 valentli olur. Oksijeşmə dərəcəsinə baxaq. Birləşmənin cəmi 0 olmalıdır. Hidrogenin oksijeşmə dərəcəsi müsbət 1-dir. 3-ü 1-ə vururuq, müsbət 3. 0 olması üçün də azot mənfi 3 olmalıdır. Deməli, amonyakda azotun valentliyi 3 oldu və oksijeşmə dərəcəsi mənfi 2 oldu. Amonyum ionuna baxaq. Amonyum ionunda 3 dənə rabitəmiz mübadilə mexanizmi ilə əmələ gəlibdir. Sadəcə bir rabitəmiz donor akseptor mexanizmi ilə əmələ gəlibdir. Deməli, burada uşaqlar, burada azotun 3 dənə orbitalı, p orbitalı mübadilə mexanizmində iştirak edibdir. Bir dənə s orbitalı da donor akseptor mexanizminin əmələ gəlməsində iştirak eləmişdir. Deməli, burada azotun 1s, 3 dənə də p orbitalı, cəmi 4 orbitalı rabitənin əmələ gəlməsində iştirak eləmişdir. Deməli, azotun valentliyi burada 4 olasıdır. 4 dənə kimyəvi rabitə var. Həmçinin bir də oksijeşmə dərəcəsinə baxaq. Hidrogeninki müsbət 1-dir, müsbət 4 eləyir. Cəm də 0 olmalıdır. Deməli, azotun valentliyi də cəm də müsbət 1 olmalıdır. Burada da görürük ki, azotun oksijeşmə dərəcəsi mənfi 3 olasıdır. Deməli, donor akseptor mexanizmi sayəsində azotun valentliyi 1 vahid artdı. Oksijeşmə dərəcəsi isə dəyişmədi. Su molekuluna, H2O molekuluna baxaq uşaqlar. Burada da görürük ki, oksigenin ətrafında 2 kimyəvi rabitə var. Oksigenin valentliyi 2-dir. Oksijeşmə dərəcəsinə baxaq. Burada da görürük ki, hidrogen müsbət 1-dir. 2-ni vururuq müsbət 1-ə, müsbət 2. Oksigen də mənfi 2 olmalıdır ki, 0 olsun ki. Deməli, oksigenin valentliyi 2, oksidləşmə dərəcəsi mənfi 2 olasıdır. Amonyum ionuna baxaq. Amonyum ionunda 2 dənə rabitəmiz var. Bunlar mübadilə ilə əmələ gəlmişdir. Digər rabitəmiz donor akseptor mexanizmi ilə əmələ gəlmişdir. Oksigenin küt elektronu hidrogenin boş orbitalı ilə. Baxın, uşaqlar, deməli bu birləşmədə ionda oksigenin 2 tək elektronu, bir də p orbitalı p-də olan küt elektronu iştirak eləmişdir. Cəmi 3 p orbitalı iştirak edir və 3 orbital iştirak elədiyi üçün oksigenin valenti 3 olur. Oksijeşmə dərəcəsinə baxaq. Hidrogenin müsbət 1-dir, müsbət 3 olur. Cəm də müsbət 1-dir. Deməli, müsbət 1-dir. Deməli, oksigen mənfi 2 olmalıdır ki, cəm müsbət 1 eləsin. Deməli, oksigenin valentliyi 3 oldu. Oksijeşmə dərəcəsi isə mənfi 2 oldu. Buradan da bizə aydın olur ki, donor akseptor mexanizmi ilə oksigenin valentliyi 1 vahid artmış oldu. Nəyə görə artmış oldu? Burada əlavə bir p orbitalı iştirak etdiyi üçün. Karbon qazına baxırıq. Burada karbon qazının valentliyi 4-dür. 4 kimyəvi rabitə ilə birləşib.
birləşdiyi üçün oksigenin valentliyi də 2-dir. Çünki 2 dənə kimyəvi rabitə var. Oksigenin valentliyi 2. Oksidaşma dərəcələrinə baxaq. Oksigen -2 olur, karbon da -4 olasıdır. Cəmdə 0. Karbon -4, oksigen -2 olur. Karbon monoksidə baxaq, dəm qazına. Buradan da bizə aydın olur ki, uşaqlar, baxın, 2 dənə rabitəmiz bunlar. Mübadilə mexanizmi ilə əmələ gəlir. Oksigenin 2 tək, karbonun 2 tək, oksigenin də 2 tək elektronu örtünməsi ilə, 2 tək elektronun örtünməsi ilə rabitə əmələ gəlir. Digər rabitəmiz də donor-akseptor mexanizmi ilə əmələ gələsidir. Oksigenin 2 cüt elektronu, 1 cüt elektronu və karbonun boş orbital da bir rabitə əmələ gətirəsidir. Deməli, karbonun neçə dənə orbitalı iştirak elədi? 3 dənə pi orbitalı rabitə əmələ gəlmədə iştirak elədi. Ona görə ki, karbonun valentliyi 3 olasıdır. Oksigenin neçə orbitalı iştirak eləmiş oldu? 2 tək, bir dənə də cüt orbitalı iştirak elədiyi üçün yenə oksigenin valentliyi də 3 olur. Oksidaşma dərəcələrinə baxaq. Birləşmədə, dəm qazında oksigeninki -2-dir, karbonunki də -2 olasıdır. Deməli, karbonun valentliyi 3, oksigeninki də 3, oksigenin oksidaşma dərəcəsi -2, karbonun da oksidaşma dərəcəsi -2 olasıdır. Və buradan gördük ki, uşaqlar, donor-akseptor mexanizmində iştirak edən cüt elektronlar və boş orbitallar bunun valentliyini bir vahid artırmış oldu. İnşallah sizə faydalı olmuş olar.